Axşamınız xeyir müəllimlər, bir daha xoş gördük hamınızı. Yaxşı Bu oldu. günlərin bizim sizdən ilk dərsimizdir. Demək, mən ilk öncə sizə bir dəqiqəlik özümü təqdim edeyim. Çünki dünəndən bu yana o qədər mesaj gəlib ki, biz müəlliməni tanımırıq, müəllimə kimdir, təkrar dərs var dedilər, qeyə qoşulduq. Demək, müəllimlər, mən Aytəkin Rəsulova, Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi. Mən artıq 4-cü ildir ki, bu işlə məşğulam. Və hər ildə əvvəl düzüm imtahanına qalmış edirdim, amma 2 ildir ki, sertifikasiya imtahanına dəstək məqsədi ilə hər il müəllimləri ödənişsiz belə bir dərslər keçirəm. Düzdür, keçən illərim 3 gün olmuşdu, amma bu illərim düşündüm ki, daha çox faydalansınlar deyə elə həftənin 7 günü eləyək. Ən azından bütün bölümlərə biz toxuna bilək və çalışacağam ki, bu bir həftə ərzində sizlərə əlimdən gələn köməkliyi eləyim. Və istəyirəm ki, ən azından heç olmasa imtahana qədər, heç olmasa o qədər bir dərs keçək ki, MİQ imtahanında heç olmasa 12 biliyoruz, sertifikasiya imtahanında isə 5-6 düz yaza bilək. Bilirəm, bazası olan müəllimlər də var, amma mən bunu ən çox bazası olmayan, özü oxuyan, qoşulmaq istəyib də qoşula bilməyən müəllimlərə bir dəstək üçün etmişəm. Ümid edirəm ki, sizlərə faydalı olar. İndi isə vaxt itirmək istəmirəm. Gedək vaxt dərsimizə. Bu günləri müəllimlər, bizim dərsimiz sizdən taksonomiyalar mövzusudur. Taksonomiyalar mövzusundan MİQ imtahanına heç olmasa minimum 1, maksimum elə olub ki, 4 dənə sual düşüb. Sertifikasiya imtahanına isə minimum 1, ötən ayki sınaqda gördünüz ki, elə fən oldu ki, nəsə taksonomiyaya aid sual var idi. Yəni taksonomiya bizim qırmızı çizgimizdir türklər demiş. Ona görə mən elə düşündüm ki, birinci bu dərsi salaq, həm bilik, həm taksonomiya ilə bağlı. Amma müəllimlər, mən sizə bu da izah verməyəcəm. Bilirsiniz ki, mən qrupa dünən materialları göndərmişdim, video izahı da, ona aid olan sual-cavab kaydını da məncə göndərmişdim. Ona görə həmçinin indi istəyirəm ki, başlayaq sual-cavabımıza. Həm bilik, həm taksonomiyalardan bağlı. Öz müdavimlərimə bayaq demişəm, onlar dərs danışmayacaq. Bu günləri yenə deyirəm. Mən bu sual-cavabı istəyib də elə müəllim başı qoşulub ki, məsələn, heç sual-cavaba qoşulmayıb. Yəni sual-cavaba qoşulmaq istəyənləri eləmək istəyirəm. Zəhmət olmasa kimsə sual-cavabımızda kim ki iştirak etmək istəyir müəllimlər, əlini qaldırsın ki, mən bilim ki, kim sual-cavaba qoşulub, kim fərdi sual-cavabda iştirak etmək istəyir. Həm testlər üzərindən, həm də şifahi situasiyaya aid sualları mən sizə bu günləri verəcəm. Zəhmət olmasa burada baxın 3-cü var, reaksiyonlar bölməsi var. Oradan əlimizi qaldırırıq və başlayırıq sual. Salam aleyküm. Salam, axşamınız xeyir olsun. Birinci sual oxuyum. Xeyr, birinci sual oxumursunuz. Elementar formada getmirik. Siz əvvəlcə mənə fənninizi deyirsiniz. Bilirsiniz ki, taksonomiya və inteqrasiya dərsi hamının öz fənninə yoğun düşür. Mən dərs zamanı, bəli, öz müdavimlərimə də hamının da elə bilir ki, deyirlər, hamının öz kurikulumuna yoğun, hamının öz fənninə yoğun fərdi formada sual verilir. Coğrafiya. Getdik. Belə bir sual verirəm sizə. İlk öncə elementar sualdan başlayacağam. Səviyyənizi gördükcə qaldıracağam. Hələ də çalışacağam ki, düzdür. Özümkiləri bir 5, 8, 10 dəqiqə eləyirik. İndi burada vaxt azlığı var deyə istəyirəm heç olmasa bir 4 dəqiqə, 3 dəqiqə sual cavab verək. Belə bir sual verirəm sizə. Şagird dünyanın ən hündür zirvəsinin hansı olduğunu bilir. Bu hansı bilik növüdür, hansı idrak mərhələsidir? Xatırlamaq olar bu. Bilik növü olaraq hansıdır? Deklarativ. Müəllimlər, qayda qanunlarımızdan xəbərləri yoxdur bəzi müəllimlər. Müəllimlər heç kim bir-birinin sualına qarışmır. Kimi çağırmışamsa o müəllim. Dərs danışmaq istəyən əlini qaldırsın, ona müəllimi çağıracağam. Çox xahiş edirəm. Biz yetkin fərdik, biz müəllim deyilik. Yəni biz uşaq deyilik. Öz müdavimlərim bilir. Qırmızı çizgimin biri də bir nəfərin o bir adamın sualına qarışmağıdır. Baxın, burada yazmaq yeri var, söhbət yeri var. Oradan cavabı yaza bilərsiniz. Amma səsli formada müəllimlər bir-birimizin sualına qarışmayaq. O bayaq cavabı deyən müəllimə kim idisə, onu həmən sizdən sonra mən çağıracağam onsuz da. Getdik, başladıq. Dedik ki, dünyanın ən hündür... Bilik növü faktoloji bilikdir. Aşağı təfəkkür səviyyəsidir. Məntiqi təfəkkür olar. Düzgündür. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, Azərbaycandan 9 iqlim bu uşağa keçir. Müəllim şagirdə deyir ki, gəl buna öz fikrini, öz münasibətini bildir. Burada hansı idrak mərhələsi var? Öz münasibətini bildirirsə, bu dəyərləndirmədir. Verilmiş... Hansı təfəkkür növü var? Təfəkkür növü hansıdır burada? Yuxarı təfəkkür növüdür. Bu artıq tənqidi təfəkkür olacaq. Tənqidi təfəkkür, düzgündür. Getdik, biz sizdən 24-cü sualı işləyirik. 24-cü sual. Şagird bütün səhifələrini nəfis və naxışlı formada özü toxuyur. Şərflərini üzr istəyirəm. Bütün şərflərini nəfis və naxışlı formada özü toxuyur. Şagird psixomotor sahənin hansı mərhələsindədir? Artıq burada özü toxuyursa... Mükəmməliyyətsizliyi də var ki, nəfis. Nəfis sözü sinonimi mükəmməl. Yəni, heyrətamiz bir şey deməkdir.
təbiiləşmə olacaq onda Ay, burada. sağ ol. Əla, düzgündür. Siz mənə deyin görüm zəhmət olmasa belə bir sual verirəm. Şagird summativ zamanı köçürdüksə biz nə edirik? Şagird summativ zaman köçürürsə biz nə etməliyik? Bəli. Variant yoxdursa. Xeyr, yoxdur. çətin olar Situasiya bu. yoxdur sualdır. Situasiya sualıdır və əsl qəbul. Keçənlinin mix sualıdır. 3 fənə düşmüşdü bu sual. Nə edə bilərik? Şagird yəni köçürtmənin qarşısını almalıyıq mütləq. Köçürtməyə şərait yaratmaq olmaz. Nə şəkildə köçürürsə, baxaq görək. Məsəl üçün, başqa uşaqlardan köçürürsə, yerini dəyişmək olar. Müəllimlər vərəqini alıb həmən 0 yazdırıq. Başqa yolu yoxdur. Uşaq köçürdüyünü gördüksə, bunun qarşısını almaq, başqa biri eləməsində yardıq, 0 yazırıq. Qaydası budur. Belə bir sual verirəm sizə. Müəllim şagirdə 30 dənə test nümunəsi verir. Sonra şagirdə deyir ki, 30 test işləmisən. Bu testlər içərisindən ən yadda qalan sual hansı sual oldu? İdrakda hansı mərhələdir? İdrakin hansı mərhələsidir? Ən yadda qalan sual. O qədər Deyə sual var, bilməyəcəm, birini götürməlidir. O qədər nüansdan ən yadınızda qalsın müəllimlər. Nə qədər bizə şəkilmi, sualmı, reaksiyamı, paltarmı, nəsə bir seçimlər içərisindən birini götürürüksə, ən, daha, lap, ən əsrarəngizini, möhtəşəmini, 1-2 nümunə götürürüksə müəllimlər, bu təhlilə aiddir, təhlil. Belə bir dənə də sual verirəm. Aha. Diqqətli olun. Deyirəm ki, şagird sinif yoldaşları içərisində hər zaman dərsə gecikən biri kimi tanınır. Bu uşaq emosional taksonomiyada hansı mərhələdədir? Bəstəyəm. Belə tanınır bu uşaq ki, hər zaman gecikir. Hər zaman. Xarakterize- Bəli, ay sağ ol, düzdür, xarakterize etmə. Deməli, aydınızda unutdum. Aynur müəllimə daha yaxşı oxumağa ehtiyacı var. Bəli. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Bəli, çox sağ olun. Müəllimlər, Sağ əlinizi olun. qaldırmalıyıq ki, mən çağırım dəstəyi sizə. Burada Günay xanım var. Hansı Günay müəllimədir bilmirəm. Öz Günay müəlliməm sizə qalacaq, başqa müəllimə sizə gələcək. Özümün də Günaylarım çoxdur, ona görə deyirəm. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Çox sağ olun müəllimə. Hansı Günaydır? İmanovadır. Müəllimə, özümü də almışsınız. Günay xanım, biz 2 gün taksonomiyaları 4 saat sual cavab eləyirik. Dünən də bu gün də 2 saat yarım, 2 gün onun üzərində biz belə can tər tökürük. Dərsdə müəllimə, sabah mütləq soruşacağam. Mən orada qoşula bilmirəm. ona Yaxşı, görə onda müəllimə. gəlin də nə edək? İstisna sizə edirəm istisna, eybi yox. Deməli, başlayırıq. Belə bir sual verirəm. Sizin fənniniz unutdum fənn, tarix, coğrafiya. Deməli, getdik. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdləri tutaq ki, nəbatət bağına ekskursiya aparmaq istəyir. Şagirdlər bura könüllü olaraq getməlidirlər. Şagirdin biri götür-qoy eləyir ki, gedimmi, getməyimmi? Şagird özü üçün götür-qoy eləyirsə, bu uşaq emosionalda hansı mərhələdədir? Uşaq özü üçün götür-qoy eləyir. Getsəm nə xeyri var mənim üçün, getməsəm nə xeyrim var, xeyri yoxdur. Uşaq özü sanki bir liderdir artıq ki, mən gedimmi, getməyimmi, öz qərarını özü verir. Xarakterize etməkdən. Həmişə xeyr, Günay müəllimə. Elə müəllimə dəyərləndirmədir. Müəllimlər, Qurbanova xanım, bilmirəm kimsiniz müəllimə, bayaq dedik axı. Bir nəfər o bir adamın sualına qarışmır. Çox xahiş edirəm. Bu müəllimədən dərhal sonra mən sizi çağıracağam. Xeyr, müəllimlər, insan özünü tanıyır, özünü dərk eləyir. Baxın, insan özünü tanıması. Bu uşaq sanki özü qərar verməlidir. Elə bir ki, özünün lideridir. Sanki bunun bir başçısı yoxdur. Bu uşaq görün nə qədər bir böyük uşaq kimidir ki, özünün liderliyi eləyir. Cunay müəllimə, özünün lideri olmaq. Metakaognitiv bilik hansı mərhələdir? Təşkil etmə. Özünün təşkilatçısıdır müəllimlər. Təşkil etmə həm başqa insanlara liderlik eləməkdən bağlıdır, başqalarına liderlik eləmək. Həm də ki, özünün liderliyi gedimmi, getməyimmi? Təşkil etmə. Belə bir sual verirəm. Deyirəm ki, şagird obyektdən istifadə eləyib üfüqün cəhətlərini tapdı. İdrakda hansı mərhələdir? Tətbiqdir, düzgündür. Şagird coğrafiya dərsində dağın hündürlüyündə temperaturun nə qədər dəyişməsini hesablayır. Hansı bilik növüdür, hansı idrak mərhələsidir? İdrakin mərhələsi. Deməli, bu da tətbiqdir də müəllimə. Hesab varsa tətbiq. Ay, sağ ol. Tətbiq. Bəs hansı bilik növüdür? Proseduraldır. Belə bir situasiyaya uyğun sual verirəm, düzgündür. Belə bir situasiyaya uyğun sual verirəm və qəbula düşmə ehtimalı %80% olan suallardandır. Diqqətli olun. Deyirəm ki, müəllim summativ zamanında fikir verir ki, şagirdin biri, dünən də vermişəm bu sualı öz qrupumuzda. Şagirdin biri sağa boylanır, sola boylanır, qabağa baxır, dala baxır. Uşaq biraz sanki narahatdır summativ zamanı. Nəsə bir imdad gözləyir sanki kimdənsə. Müəllim bu şagirdincə davranmalıdır. Gözəl sualdır.
Köçürtmək zamanı 0 verirdik. Onu bildik. Bayaq o sualı verdim Aynur xanıma. Köçürəndə 0 verirdik. 0 bal veririk. Bəli, İndi bu köçürtmür, bu köçürtmür axı. Bu yetim köçürmür. Cunay müəllimə, bu uşaq köçürmür. Deyirəm dərs zamanı sanki yerində belə deyim də çaşbaş qalıb. Sağa baxır, sola baxır. Sanki kiməsə bir kömək istəyir. Müəllim buna nə etməlidir? Digərlərinə mane olmamaq problemlədir. Yadınızda qalsın müəllimlər. Hər zaman suallara yumşaq baxırıq. Bayaq öz qrupumda biri deyir ki, uşağa qaydanı xatırladırıq, biri deyir prosedur qoymuşuq, onu deyirik, biri deyir mimika göstəririk. Əgər uşaq hələ köçürtmür da müəllimlər, hələ ki köçürtmür. Hələ ki bu uşaq sağa baxır, sola baxır, bir kömək istəyir. Müəllim bu uşağa yaxınlaşıb, bu uşağa bilirsiniz nə keçəcək sizdən Allah qoysa. Fəaliyyətin stimullaşdırılması deyə bir şey var. Müəllim bu uşağa yaxınlaşır, bu uşağa bildirir ki, sən öz testinə baxmağın daha məsləhətlidir. Çünki orada sənin səviyyəndə edə biləcəyin suallar var. Sən nəinki başqasından kömək istəmək, nəinki sağa sola baxmaq yerinə testdə bir bütün fikrini fokuslasan, sənin orada işləyə biləcəyin tipdə asan suallar da var. Həmçinin biz uşağa həvəs veririk. Onu açıq düşüncəyə keçirdirik ki, yəni sən bunu işləyə bilərsən, öhdəsindən gələ bilərsən, bir suallara bax. Bir uşağı həvəsləndiririk ki, sən bunu bacararsan. Aydındır? Heç vaxt müəllimlər bu tip suallara aqressiv yanaşmırıq. Birinci, yumşaq davranmaq lazımdır. Cünay xanım, bir dənə də sual verirəm sizə. Şagird valideynin təlimatı ilə taxtadan mücrü əl işi düzəldir. Psixomotorda hansı mərhələdir? Bu təlimat varsa yəqin ki manipulyasiya var. Sağ ol, düzgündür. Bəs deyirəm ki, şagird dəfələrlə məşq etdikdən sonra öyrənir və öyrəndikdən sonra mücrü əl işi düzəldir. Onda hansı mərhələ olur? Dəfələrlə varsa burada dəqiqlik də var, amma mücrü varsa bu yəqin ki belə deyək artikulyasiya. Ay sağ ol. İkisi də var. Müəllimlər dəqiqlik də var, artikulyasiya da var. Cavab kimi hansını götürürük? Artikulyasiya. Ay sağ ol. İndi müəllimlər bilməyənlər üçün deyirəm. Baxın, hamısında mərhələ belədir ki, psixomotorda imitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya və təbirləşmə. Müəllimlər bir sualda tutaq ki, idrakdan deyirəm. Həm dəyərləndirmək var, həm yaratmaq var. Baxırsan ki, ikisi də var. Tutaq ki, deyirəm ki, şagird kiminsə əsərinə öz fikrini bildirir və bu fikrini dildən ifadə edə bilmir. Buna uyğun slayd hazırlayır tutaq ki. Bu da hansı mərhələ var? Deyirik ki, ay müəllim öz fikrini bildirib, dəyərləndirmək də var. Ay müəllim slayd hazırlayıb, yaratmaq da var. Cavab hansı olacaq? Həm dəyərləndirmək var, həm yaratmaq var. Hansını götürək? Ən böyüyünü. Həm artikulyasiya var, həm dəqiqlik var. Hansını götürək? Ən böyüyünü. Artikulyasiyanı. Deyərsiniz ki, ay müəllim, ən böyüyünü hardan bilək ki, hansıdır? Müəllimlər əzbərlədiyimiz zaman Taimində kitabında var. Xatırla, anla, tətbiq, təhlil, dəyərləndir, yaratmaq. Bu imdaddaydı. Psixomotorda imitasiya, imdad sözündən götürürsünüz də. İmitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya və təbirləşmə. Aydındır? Yəni sırayla əzbərləməyiz lazımdır ki, bilək görək hansı böyücüsə həmişə ən axırda onu götürürük. Günay xanım minnətdaram. Çox sağ olun, təşəkkür edirəm sizə. Müəllimlər, başqa müəllimlərimiz bir faydası olsun istəyirəm. Kim danışmaq istəyirsə əlini qaldırsın. Zeynəb Məmmədova. Gəlin Zeynəb müəllimə. Zeynəb xanım salam. Salam. Salam, axşamınız xeyir. Müəllim elə salam dedi ki, lap özümü o telekanallarda aparıcı kimi hiss elədim. Getdik Zeynəb müəllimə. Fənninizi deyin, ona uyğun sual verim. Bir sual verirəm. Deyirəm ki, şagird barqrafın köməyi ilə musiqi bəstələyir. İdrakda hansı mərhələdir? Tətbiq. Bəli. Deyirəm ki, şagird Üzeyir Hacıbəyovun əsərlərini, yəni ən birinci yazdığından ən sona doğru ardıcıllıqla sayır. Hansı bilik növüdür, hansı idrak mərhələsidir? Prosedural tətbiq. Ay sağ ol. Biz sizdən gedək sual işləyək. 29-cu sualı işləyirik. Müəllimə görsənmirik. Müəllimə sağa çevirin, görsənməlidir. Test ekrandadır. Salam. Heç kimdə mi görsənmir? Bir sağa, sola, aşağı, yuxarı edin, müəllimə görsənməlidir. Görsənmir müəllimə bizdən. Hə, əla, buyurun, 29. 29. Müəllimlər qeydlərinizi ala bilərsiniz. Kaydı da göndərəcəm dərs bitan kimi qrupa. Sonra qrupa açacağım orada. Səslə müzakirə apararıq sizinlə. Oxuyun müəllimə. Oxuyun. Müəllim yeni mövzunu izah edəndən sonra şagirdlərə nə öyrəndim, aldığım məlumatlar içərisində ən maraqlı nə oldu? Nə qaranlıq qaldı suallarından ibarət sorğu vərəqəsi paylayır. Bu üsulla müəllim şagirdlərdə affektiv sahənin hansı mərhələsini formalaşdırmağa çalışır?
Müəllim uşaqlara sual verir ki, nə öyrəndiniz, nə yadda qaldı? Bunu yox, vərəq paylayır. Uşaqlar da bunu doldurur sanki. Cavab vermə. Ay, sağ ol, düzgündür. Cavab vermə. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird dostlarına ev tapşırığında kömək edir. Emosionalda hansı mərhələdir? Təşkil etmə. Müəllimə kömək edir deyirəm. Artıq Cavablandırma, dəyərləndirmə. Ay, sağ ol. Bəs desəm ki, bu dostlarına öz metodunu, öz üsulunu öyrədir. Onda hansı mərhələ olur? Artıq onu da bəli siz deyəndə də. Təşkil etmə, hə, metaqognitiv. Bəs desəm ki, bunu hər zaman eləyir? Xarakteriz etmə. Xarakteriz etmə. Şagirdi direktorun yanına nə vaxt aparmaq lazımdır? Qaydaları dəfələrlə pozanda. Sonra niyə birinci mənfiyə qatırıq? Birinci hər zaman bu bizim müsahibə sualımızdır. Həm də artıq testdə də salınır amma. İndi birinci yumşaq baxmaq lazımdır. Yumşaq. Şagirdlər hər zaman olimpiyadada, yaxşı bal yığanda o uşağın şəklini paylaşmırlarmı Facebookda direktordan bir yerdə? Mən o qədər rast gəlmişəm ki, direktordan şəkil çəkdirir, bir sertifikat verir. Demək, nə zaman aparırlar uşağı direktorun yanına? Deyirik ki, uğuru olduğu zaman. Görsək ki, yox, variantlarımızda mənfi nüanslar var. O zaman deyirik ki, artıq, baxın, indi uşaq bir səhv eləyib. Müəllim uşağın bu səhvini düzəldə bilmir. Müəllimin buna köməyi yoxdur, xeyri yoxdur. Nə edirik? Psixoloqa yönləndiririk. Psixoloqun da xeyri yoxdursa, onu dediyini eləmirsə artıq üçüncü halda direktorun yanına aparırıq. Bax, bu il bir 10 gün əvvəl sınağa düşən suallardan da düşmüşdü bir çox fəndə bu sual. Uşağa biz bir səhvi var. Bullying mi eləyir? Oğurluq mu eləyir? Nəsə bir səhv eləyir. Birinci müəllim özü danışır. Görür ki, müəllim sonra bunu izləyir, xeyri yoxdur. Neyini psixoloqa bunu bildirir. Görür ki, psixoloqun da xeyri yoxdur. Artıq ən sonanda öhdəsindən gələ bilməyəndə direktorun yanına aparırlar. Düzgündür müəllimə cavabınız. Zeynəb xanım, siz mənə deyin görüm zəhmət olmasa. Fənniniz sizin unutdum bax fənninizi. Musiqi idi. Deyirəm ki, şagird, məsəl üçün şagird Beethovenin hər hansısa bir əsərinə öz fikrini bildirir. Dəyərləndirmə. Deyirəm indi şagird Üzeyir Hacıbəyovun Koroğlu operasında nə demək istədiyini müəllimə izah eləyir. Üzeyir Hacıbəyev burada nəyi demək istəyib? Onun yəni faktla danışır ki, burada nəyi vurğulayıb, niyə bunu belə deyib? Onu Üzeyir Hacıbəyovun sözləri ilə deyirsə, hansı mərhələdə idraçda? Təhlil etmə. Təhlil etmə, soğan mənlər anlamaq deyil. Nə olsun izah etmək sözü var. Deyirəm ki, hər hansısa bir yazıçının mövqeyini müəyyənləşdirir, amma müəllifin sözündən müəyyənləşdirib sanki. Aydındır. Faktla deyir ki, Üzeyir Hacıbəyev bu da bunu deyir. Amma öz sözündən yox, onun sözündən deyir, yazdığından deyir. Olur təhlil. İzah edir sözü varsa anlamaq da ola bilər, düzgündür. Taxtaya anlamaq da var. Amma artıq təhlil olan yerdə anlamaq kimdir ki? Elə bilin ki, uşağın qəbul balı önəmlidir də. Hansısa bir uşaq bu günlərim qəbulda 500 bal yığıbsa, biz deyə bilərik ki, o sınaqda 200 bal yığmışdı. Onu heç kimin gözünə göstərmir artıq onun sınaq balı. Hamıya qəbulda 500 bal yığıb bu insan. Bunu da elə düşünün. Təhlil varsa müəllimlər, dəyərləndirmək burada heç nədir. Səndiniz. Coğrafiya, maşallah. Deməli, mən kimyaçı gözləyirəm. Özüm kimya müəlliməsiyəm. Kimyaçılarımız yoxdur. Heç həll də qaldırmayıb. Sevinç müəllimə də öz müəllimimdir. Ondan başqa heç kəs həll qaldırmayıb. Getdik. Başladıq. Belə bir sual verirəm sizə. Siz mənə deyin görüm. Deyirəm ki, şagird yağışın necə yağmasını, dağ əmələ gəlmənin necə əmələ gəlməsini müəllimə izah edirsə, hansı bir növü var? Bu konseptual. Müəllimə necə sualı var ha? İzah edir deyə konseptualdır. Amma deyirəm necə olmağını. Artıq bunu bu ardıcıllıqla necə sualı varsa konseptualdan keçdi. Konseptual. Bəli, prosedural necə? Artıq ardıcıllıqla deməlidir. Desəm ki, sadəcə dağ əmələ gəlmənin müəllimə izah eləyir. Onlar konseptual. Mən deyirəm ki, dağ əmələ gəlmənin necə yarandığını izah eləyir. Yağışın necə yarandığını, necə sualı varsa müəllimə artıq bir tık böyük səviyyədə prosedural biliyə aiddir. Deyirəm ki, şagird coğrafiyadan, məsəl üçün adaların yerini özünə məxsus qaydada əzbərləyir və bu öz yolunu dostlarıyla bölüşür. Hansı bilim növüdür? Emosionalda hansı mərhələdir? Emosionalda? Bəli. Hansı mərhələ var idi? Cavab vermə. Müəllim, artıq bu öz yolunu hamı ilə bölüşür. Hələ dəyərləndirmə deməyinə bax. Özümünki də dəyərləndirmə deyən. Deyirəm ki, müəllim, öz yolunu öz təşkil et, öz metodunu dostlarına da öyrədir. Artıq bu o dostların nə idi? O təşkil, o artıq o dostlarının birliyi deyirdi onlara qarşısında. Onlara bunu öyrədir. Onlara bir köməklik eləyir. Dəyərləndirmə də var, amma ondan da böyük öz yolunu öyrədirsə artıq o onlara sanki bir, yəni dərsi yolunu yox da öz yolunu öyrədir ki, mənim üçün bu da artıq onlara o liderlik eləyir. Təşkil etmə mərhələsinə aiddir. Deyirəm ki, müəllim şagirdin diqqətini cəlb eləmək üçün sual verir. Emosionalda hansı mərhələdir?
diqqətini cəlb eləmək üçün sual verirsə, Təşkil etmədən. müəllimə diqqətini cəlb eləmək üçün sual verirsə, emosionalda qəbul etmə. Sanki müəllim uşağa dərsi izah eləyir. Görür uşağın fikri başqa yerdədir. Müəllim bu uşağa bir sual verir ki, qoy qayıtsın bunun fikri dərsə. Qəbul etdirmək üçün uşağa dərsi. Siz mənə deyin görüm, müəllim şagirdə gözləmə vaxtı verirsə, müəllim bunu nə üçün verir uşağa? Taksonomiya istəmirəm. Elementar situasiya yoğun sualdır. Gözləmə vaxtı verirsə. Bərabər hüquqlar məncə. Bərabər hüquqlar. Kurikulumda müəllim dərsi şagirdlərə sağlam rəqabət üzərində qurmaq istəyir. Sağlam rəqabət üzərində qurulan dərsdə nə yanlışdır? Sağlam səviyyələr. Sağlam rəqabət birinci, ilk dediyim cümlədir. İlk qızıl qaydamızdır. Kurikuluma başlamamışdan qabaq təməl qaydasıdır. Sağlam rəqabətin elə özündəki rəqabət sağlam olanda, olmayanda rəqabət kurikulumuna yol verilməzdi müəllimlər. Rəqabət sözünü kurikulumda harda gördüksə, üstündən xətt çəkin. Olmaz. Sağlam olanı da olmayanda rəqabət mümkün deyil. Şagird dərs zamanı deyirəm ki, yox, elə qoy taksonomiyadan sual verim. Deməli belə bir dənə də sual verirəm. Deyirəm ki, şagird dəfələrlə məşq eləyir ki, dəfələrlə və yaxud da xəritə üzərində işləyir ki, qoy xəritəni yaxşı öyrənsin. Sxematorda hansı mərhələdir? Dəqiqlik. Dəqiqlik. Düzgündür. Durdana xanım çox sağ olun. Minnətdaram sizə də. Aygün Abbasova. Bəli müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Salam Aygün xanım. Aygün xanım fənniniz? Coğrafiya. Coğrafiya sınıfı bu gün zəbt edib bizi. Artıq paxıllığım tutur. Getdik. Deməli, belə bir sual verirəm sizə. Yaxşı ki, o fənlə bağlı məlumatım var, suallarımız bitmir. Demək, ya da yox, gəlin biz sizdən bir test işləyək. 43-cü sualı işləyirik. 43. Tənəffüsdə iki şagird mübahisə edir. Onlardan biri Səlimin qardaşıdır. Səlim mübahisəni həll etmək üçün həm qardaşını, həm də həmin uşağı diqqətlə və səbirlə dinləyir. Səlim bunun səmərəli olduğunu bilir. Sonda obyektiv fikir bildirir. Səlim affektiv sahənin hansı mərhələsindədir? Deməli, Elə bilin ki, müəllimə, 10 dənə uşaq olsa, 10 uşaq olsa, onu da dinləyəcək. Təşkil etmədim. Müəllimə, Təşkil etmədim. istisnamız var axı. İstisnamız var axı. Hər iki tərəfi dinləyir. Müəllimə, bu əgər burada iki tərəf yox, 10 nəfər də olsa, onun da dinləyəcək. Yəni bu Səlimin bu xarakteridir ki, hamısını dinləyəcək. Müəllimə, həm də sözü varsa biz yadınızda qalsın. Bunu bir zaman bağlayıcı kimi. Yəni bunu Səlim sabah da olsa bilirəcək, o bir gün də olsa bilirəcək. Yəni həmişə bunu bilirəcək. Həm də bağlayıcı varsa müəllimlər, bu bizim xarakteriz etməmizə aiddir. Həm də axırda deyir ki, səbirlə dinləyir, obyektiv qərar verir. Yəni müəllimlər, bu təşkil etməni bir tık keçdi. Artıq bu uşaq təşkilatçılıqdan daha böyük bir səviyyədədir. Mən desəydim ki, məsəl üçün Səlim gəlib dostlarını motivasiya edir ki, narahat olmayın, imtahana gedirsiniz, imtahan yaxşı olacaq. Artıq deyərdi ki, bu qrupun sanki motivasiya verənidir, hamı buna inanır, sanki bu bunların lideridir. Onları təşkil etmə. Amma bu mübahisəni həll edəndə bütün tərəflər dinləyir. Artıq bunun xarakterindədir. Öz qardaşını da dinləyir, o birisini də dinləyir, kör-körənə qərar vermir. Aydındırmı? Siz mənə deyin görüm zəhmət olmasa. Deməli, belə bir sual verirəm. Deyirəm ki, şagird tutaq ki, şagird exolotdan istifadə edərək okeanın dərinliyini, çayın dərinliyini ölçür. Hansı mərhələdir bu idraçda? Əgər ölçürsə, onda olasılığı tətbiq etmə. Ay, sağ ol. İndi bilmirəm sizin fəndə belə bir düstur var yoxsa yox, yadından çıxıb. Deyirəm ki, şagird horizontalın indi düsturundan istifadə edərək orada hesablama aparır. Hansı mərhələdir idraçda? Yenə tətbiq etmə. Xeyr, keçəndən bu dəyişib. Düz keçən dəyişdi bu. Düsturdan istifadə eləyib bir şeyi eləmək, anlamaq da artıq müəllimlər. Desəydim ki, şagird nə bilim çayın dərinliyini ölçür, deyərdi ki, hədəf oldu tətbiq. Amma artıq düstur söhbəti varsa müəllimlər, düstur söhbəti varsa, teoriyam varsa, olur bu anlamaq. Siz mənə deyin görüm zəhmət olmasa. Deyirəm ki, şagirdlər dərs zamanı aktiv, yaxşı performans göstərdilər. Emosionalda hansı mərhələdir? Yaxşı performans göstərirlər. Bəli. Yaxşıdsa xarakterizə etmə olar. Müəllimə, demirəm ki, hər zaman göstərir bunu. Deyirəm, yaxşı performans göstərmək, yəni aktiv oldular. Ya müəllimə yaxşı cavab veriblər. Cavab vermə. Performans göstərir. Desəm ki, tutaq ki, Aygün hər gün yaxşı performans göstərir, onda olardı ki, Aygünün xarakteridir bu. Aydındırmı?
Aygün xanım minnətdaram. Çox sağ olun. Təşəkkür edirəm sizə də. Əfsanə müəllimə gəlin. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Fənniniz? Kimya. Axır ki, yaxşı, başladıq. Digər fənlər də gələ bilər, müəllimlər fərqi yoxdur. Sadəcə kimya öz sahəmdə deyə daha çox onu istəyirəm. Getdik. Belə bir sual verirəm. Deyirəm ki, şagird Mendeleyev cədvəlindən istifadə edərək elementlərin hansı sırayla artan və azalan olmasını qeyd elədi. Hansı mərhələdə idraçda? Tətbiq. Bəli, tətbiq eləməyə aiddir. Deyirəm şagird tutaq ki, tarazlığın qrafikindən istifadə edərək hesablama apardı. Diqqətli olun. Tarazlıq yox. Tarazlıq yox, sıxlığın qrafiki deyirəm. Sıxlığın qrafiki. Sıxlığın düsturu deyil, onu anlamaq. Müəllimlər, bəli, qrafik bilirsiniz nədir? Dünənlərim öz qrupumda bu sual müzakirəyə səbəb olmuşdu. Müəllimlər, qrafik budur ki, yəni baxın, qrafik bizdə cədvəl deyil, bunu qarışdırmayın. Qrafik bizdə, qoy bir də bunu böyüdüm. Nə oldu? Hə. Qrafik bizdə budur ki, sanki bu. Məsələn, ta ki deyirəm ki, Ro-nan M, mən də Ro-ma bax, maşallah. Ro-dan M. Baxanda görürük ki, bunlar deməli düz mütənasibdir. Dahdini deyirik, hə, demək biz istifadə edirik bu düsturdan. Ro bərabərdir M bölək V-dən. Yəni artıq qrafik varsa bizdə bu elə düsturun özünün əyani bir nümunəsidir. Yəni sinonim sözlər kimi düşünə bilək də. İndi bu teoriyaya aid deyək də. Yəni qrafik varsa müəllimlər, qrafiklər bu olan şeydir. Qrafik bizdə bu cədvəl deyil, bu cədvəldir, bu qrafik deyil. Desəydim ki, cədvəldən istifadə edib eləyirsə, olurdu tətbiq eləmək. Amma qrafikdən istifadə edirsə müəllimlər, olur bu anlamaq. Elə düstura bərabərdir, yadınızda qalsın. Yaxşı, Əfsanə xanım deyirəm ki, şagird, məsəl üçün müəllim şagirddən Markovnikovun fikirlərinə arqument gətirməsini istəyir. İdraçda hansı mərhələdir? Təhlil etmək. Markovnikovun fikirlərinə uşaq özü fikir bildirəcək. Argument yəni şagird bildirəcək. Dəyərləndirmə. Ay, sağ ol, dəyərləndirmə. Bəs deyirəm ki, şagird məsəl üçün indi hansısa bir kimyəvi reaksiyanı, özünə məxsus yollarla aparır. Yeni bir yol kəşf edir kimyəvi reaksiyalarda. Hansı mərhələ olur idraçda? Yaratmaq. Ay sağ ol. Siz mənə deyin görün, müəllim şagirdləri kimyəvi laboratoriyaya aparır. Deyir ki, hansı maddələri istəyir, qarışdırsın, onlar reaksiya aparsın. Sizcə müəllim burada nəyi pozur? Hansı düzdür keçməmişik ki, buna sizdən. Amma sizcə nəyi pozur müəllim burada? Təhlükəsizlik qaydasını o bəli, pozmuş olur. Düzgündür. Siz mənə deyin görüm, deyirəm ki, şagird bilir ki, həkim olmaq üçün kimyanı 30-a 28 yazmalıdır. Şagirddə emosionalda hansı mərhələ var? Emosionalda bəli. Şagird bilir ki, xeyr, müəllimə, xarakterizə etmədə bir həmişə, hər zaman seçilir, tanınır, nümunə göstərilir söz olmalıdır. Təşkil etmə, bəli, təşkil etmə. Deyirəm ki, şagirdin biri bütün fənləri yaxşı oxuyur və valideynlər o uşağı öz övladlarına nümunə kimi göstərirlər. Demək, bu uşaq hansı mərhələdədir? Bax, qulaq asın, gözəl sualdır. Bir də zəhmət olmasa deyirəm, şagirdin biri bütün fənləri oxuyur, hər zaman əlaçıdır, yaxşı oxuyur. Valideynlər də bu uşağı öz övladlarına nümunə kimi göstərirlər. Siz bayaq məni dinləmədiniz. Mən bu sözü deyirdim əslində sizə. Ona görə bu sualı verirəm indi. Mənlər səsləri bağlayır. Bəli, demək bu uşağı tanıyır da valideynlər. Yəni valideyn tanımadığı bir insan uşağına nümunə göstərərmi? Tanımadığını göstərməz axı. Bu uşağı tanıyırlar deyə nümunə göstərirlər. Yəni baxın, bu cümlədə nə tanıyır sözü yoxdur. Seçilir sözü yoxdur. Hər zaman söhbəti yoxdur. Amma uşaq nümunə göstərilir. Niyə? Çünki bu belə tanıyırlar. Artıq bu uşağın xarakteri budur ki, bu hər zaman dərs oxuyur. Aydındırmı? Əfsanə xanım minnətdaram. Çox sağ olun. Təşəkkür edirəm sizə də. Çox sağ olun. Gəlsin kim? Deməli, Fəridə müəllimə, siz gəlin görək bu hansı Fəridəmizdir? Niyə deyirəm? Öz müəllimlərim, əvvəl tanıdıqlarım, dəstəklərim gəlməyəcək. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Fəridə xanım. Biz tanışıq mı sizdən? Hə, tamam. İnan, müəllimlər çoxdur, səslərim belə tanımır. Sadəcə yenə deyirəm. İstəyirəm ki, biraz sözüm qəribə çıxacaq. Yəni, ən azından başqa biriləri məndən faydalansın. Onsuz özümkilər faydalanılıb. Yetərincə özümkiləri mən hər gün sual cavab eləyirəm 2 saat yarım gün ərzində. Getdik Fəridə xanım. Başladıq. İbtidai sinif idi fənniniz. Getdik. Deyirəm ki, müəllim, düzüm qoşub sizin fənlə, ibtidai sinifə. Deyirəm ki, müəllim şagirdlərə evdə gedib cizgi üstündə baxmağı və cizgi üstündə yadında qalanlardan esse yazmağı tapşırır. Deyin görün, burada idraçda hansı mərhələdir və hansı inteqrasiya var? Fənn üstədə inteqrasiya.
Cizgi filmdən mən necədir? Uşaq evdə baxacaq evdə cizgi filminə, sonra buna uyğun esse yazmalıdır. Esse yazmaq bu layihə Baxdığına uyğun yazmalıdır. Baxdığına uyğun tətbiq etmə. Deyirəm ki, bayaqlarım qrupuma müəllimlər bir sual göndərmişdi. Deyirəm ki, müəllim şagirdlərə dostluq mövzusunda slayd hazırlamağı tapşırır. İdrakda hansı mərhələdir? yaratmaqdır. Ay, sağ ol. Bəs uşaqlar dostluq mövzusunda poster hazırlayırsa hansı mərhələdir? Poster hazırlamaq. Düz deyirsiniz. Poster bir şəkildir. Müəllimlər, bəli, baxın, yadınızda qalsın. Çaşdırıcı bir nüansda. Müəllimlər, poster bir şəkildir. Məsələn, biz müəllimlər əvvəlcədən qrup yığmaq üçün hazırlayırıq ki, adım Aytəkin Rəsulova, 95 bal, hər il 18+, ölkə birincisi. Yəni yazıb qoyuram ya, o şəkil formasında. O mənim posterimdir. Bir nə odur? Mən onu özümə xarakterimə uyğun hazırlayıram. Özümünkünə də, düzdürmü? Ki, məsələn, deyirəm ki, hə, bunları yaz, onu yazdı, tətbiq elədi bunu. Bir də var ki, deyirəm ki, mənim haqqımda tutaq ki, bir slayd hazırla. Artıq tutaq ki, ora özündən sözlər yazacaq, musiqi qoyacaq, şəkillər qoyacaq. Düzdür, mən şəkilim yoxdur sistemlərində. Şəkillər qoyacaq. Yəni necə artıq onu özündən düzəltmə. Yəni slayddirsə, bu da şəkillər çoxdur. Musiqi də var. Slaydsa yaratmaqdır. Amma mənlər posterdirsə tətbiq eləməyə aiddir. Aydındırmı? Yaxşı. Fərdə xanım, belə bir sual verirəm. Deyirəm ki, şagird müəllimə şeiri əzbərləyə bilmir, amma şeirin mənasını danışır. İdrakda hansı mərhələdir? Dəyərləndirmə. Müəllimə, deyirəm ki, şeirin mənasını izah eləyir müəllimə. Mənasını izah edir. Uşaqlar. Anlamaq mərhələsində mən. Sağ ol, bəli, anlamaq. Desəm ki, şagirdə düzdür. Konseptual bilik. Bəli. Desəm ki, amma şeiri elə əzbər danışır, onda hansı olur? Turanə xanım, diqqətlə dinləyin. Şeiri əzbər danışırsa olur nə? Xatırlamaq. Sağ ol. Amma şeiri artıq bu öz sözünlə izah edir. Oldu, anlamaq. Bəs əgər şeirdə yazıcının mövqeyini deyirsə ki, yazıcı bu da bizə bunu demək istəyir. Təhlil. Bəs əgər şeirdə öz münasibətini bildirirsə, dəyərləndirmə. Yeni şeir yazırsa, yaratmaq. Sağ ol. Əla, ürəyim astası, düzgündür. Fərdə xanım, siz mənə deyin görüm. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, bu gün dərs zamanını öyrəndiniz. Şagirdlər də müəllimin sualına uyğun aktivlik göstərirlər. Emosionalda hansı mərhələdir? Cavab vermə. Elə ki, mən müəllimləri tanımıram deyə çətin suallarımı verə bilmirəm. Ki, ürək rahatlığından. Demək, Fərdə müəllimə, siz mənə deyin görüm, zəhmət olmasa. Sinifdə summativ zamanı müəllim görür ki, şagirdin biri o birini narahat edir, o birini incidir. Ona cavabı demir deyə onun saçını falan yonur. Müəllim ona buna məhəl qoymur ki, qoy summativ zamanı uşağın fikirləri yayılmasın. Müəllim nə səhvə yol verir? Müəllim dəstəklər üçün mühiti pozur da mən. Sağ ol. Həm də ki, neynəmir? Sözlə deyək, bu dərsimiz ona aid deyil, mən söz istəyirəm. Siyasi istəyirəm. Siyasi yoğun söz. Bilirsiniz ki, əzbər sual düşmür də. Buna yoğun müəllim bunu eləməli idi. Belə sözlə cavab verməliyik. Müəllim o yəni məqamında müdaxilə eləməli idi və dərs pozulsa belə o şagirdin fasilitatorluq eləməlidir. Müəllim orada sağlamlığını qorumalıdır. Yəni müəllim şagirdin həyatının sağlamlığını qorumalıdır. Müəllim anında müdaxilə eləməli idi. Summativ yox, BSG olsa belə. Vəzifəsini yerinə yetirməlidir. Bəli, sağ ol. Fərdə müəllimə çox sağ olun. Minnətdaram. Təşəkkür edirəm sizə. Burada Qurbanova var. Qurbanova kimdir? Yaxşı, gözlə müəllimə. Müəllimə, siz mənə zəhmət olmasa, salam. Siz mənim bu sualıma bir dənə cavab verin, mən bir dəqiqə qayıdıram. Siz mənə deyin görüm, deyirəm ki, bilirsiniz, dərs vaxtı deyil deyə, saat artıq 11-ə işləyib, uşaqların yuxu vaxtıdır deyə, bir dəqiqədə qayıdacam. Demək, deyirəm ki, sizə, müəllim, sinifə yeni şagird gələndə, bu şagirdin sinifə uyğunlaşmasından maraqlanmır. Müəllim nəyi pozur? Dəstəkləyici mühiti pozur da. Bir də boş tam yox, neyil? Səsin gəlməsin, çıx. Axı, sözdən istəyirəm. Biz sizdən bu dərsi keçməmişik. Bunlar bizim siyasi aid suallarımız. Sözdən nəyi deyə bilərik? Tutaq ki, yəni, konkret bir cavab mən sevmirəm də. Belə, sözdən ki, biz axı müəllimik. Yəni, müəllim belə eləməli idi. Müəllim bunu eləmədi.
Müəllim əslində o şagirdlərlə digər şagirdlər arasında buzqıran strategiyasından istifadə etməli idi. O şagirdləri tanış etməli idi yoldaşından. O şagirdlə mütəmadi olaraq maraqlanmalı idi. Aydındır, amma müəllim bunu eləmədi. O uşağı nə dostlarla tanış eləmədi, nə uşaqlar arasında bir isnişdirmək üçün buzqıranlardan istifadə eləməlidir. O şagirdlə maraqlanmalı idi. O şagird belə deyərsək, öz əlindən gələn köməkliyini göstərməli idi ki, yeni gələn şagird sinifə uyğunlaşsın. Bəs belə bir sual verirəm, eyb yox. Tamam. Yəni demişdim ki, test işləyəcək. Sadəcə şifahi suallar daha tez işləyirik deyə şifahi suallar verdim. Gedək baxaq biz sizdən 48-ci suala. 48. Bəli. Özünün gəlinciklərinə qalıb parçalardan paltarlar tikir. Blomun psixomotor sahəsinə görə Psixomotorda hansı mərhələdir? Baxıb eləyirsə bir şeyi. manipulyasiyadır. Müəllimə baxıb eləyir. Baxın, gözündən görüb sonra eləyir. Ya videoya baxır, ya valideynin əlinə baxır, ondan sonra eləyir. İmitasiya. İmitasiya. Yaxşı. Müəllimə, siz mənə deyin görüm, zəhmət olmasa. Deyirəm ki, şagird hər hansısa bir şeyi eləmək üçün dəfələrlə məşq edir. Dəfələrlə məşq edirsə bu uşaq psixomotorda hansı mərhələdədir? O təbiləşmə, yox, dəqiqlik. Dəqiqlik, ay sağ ol. Bəs deyirəm şagird, deyirəm ki, sinifi bəzəmək hər zaman sinifdə Elşən adlı bir uşağa tapşırılır. Çünki Elşən sinifi olduqca tez bir zamanda həm də çox səliqəli bəzəyir. İndi bu Elşəndə Təbiləşmə deməlidir. bəs emosionalda hansıdır? Emosionalda. Dedim hər zaman. Dedim ki, hər zaman. O xarakter olur. Xarakter olur. Bəli, xarakterizə etmək olur. Siz mənə deyin görüm, siz fənniniz də mən sizdən soruşmadım. Fənniniz nə idi? Təsvirinci sənət. Aha, əla. Deyirəm ki, şagird məsəl üçün tutaq ki, Da Vinci'nin əsər Picasso kimin əsəri idi? Unutdum onun adını. Da Vinci'nin Mona Lisa əsərinə öz fikrini bildirir ki, məncə o əsərdə bizlərə bunu demək istəyib. İdrakda hansı mərhələdir? Təhlil etməlidir. Müəllimə öz fikrini bildirir, özünkünü bildirir ki, məncə bu bunu demək istəyib. Öz fikrini. Təşkil etmə olur da öz fikri olur. Müəllimə, dəyərləndirmə, idrakda dəyərləndirmə. Hər hansısa bir şeyə müəllimdə. Və yaxud da ki, mən deyirəm ki, indi Aytəkin müəllimə dərs keçib qutarandan sonra sizin fikrinizi istəyir ki, dərsinizə keçdi. Artıq siz burada bir insan kimi bəyənsəz deyirsiniz ki, bəyəndim, yaxud da bəyənmədim, filan şey oldu. Artıq siz mənə eləmiş olursunuz, mənə dəyər vermiş olursunuz da, düzdürmü? Odur düşünün ki, mənə qiymət vermiş olursunuz. Orada dəyərləndirmə. Bu da indi bu Da Vinci'nin bu əsərinin öz fikrini bildirir. Bəs desəm ki, öz fikrini bildirmir, amma burada rəssamın nə demək istədiyini tapır ki, rəssam burada bunu deyib. Onda artıq hansı olur? Faktdan deyirsən. Onda olur. Onda olur, bəli, təhlil onda olur. Bəs deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki, şagird hər zaman öz sinif yoldaşlarının, tutaq ki, gəzintisini o təşkil edirdi. Demək, bu uşaq emosionalda hansı mərhələdədir? Cavabı dedim artıq. Xarakterizə etmə, o xarakter olur artıq. Xarakter, çünki hər zaman söhbəti var, asan sualdır. Bəs deyirəm sinif yoldaşları yarışa gedəndə, tutaq ki, Əliyin gəlməyini gözləyirlər. Deyirlər ki, Əli gəlsin, Əli bizə bir motivasiya versin. Biz Əliyin deyəcəyinə inanırıq. Sanki bunlar üçün Əliyin sözü vacibdir. Demək, bu Əli hansı mərhələdədir? Artıq Əli bunların nə idi? Xarakter, Əli... Elə bilin ki, mənim qrupum var, səhvat imtahana getməlilər. Deyirlər ki, ay müəllim, gəl bizə bir gün qabaqda bir motivasiya ver. Təşkil etmə olur da müəllimə. Bəli, mən sanki onun lidersən. Onlar sənin üçün onun sözü vacibdir. Sənin fikrin onlar üçün vacibdir təşkil etməyə aiddir, düzgündür. Deməli, bir dənə də sizə sual verdim. Deyirəm ki, deməli. Baxın bir dənə bura. Aha, nə yad sual bildim. Demək, deyirəm ki, şagird yaşıl rəngdən istifadə edərək tablo çəkdi, tutaq ki. Hansı mərhələdə idrakda? İdrakda? Bəli, nə idənsə istifadə eləmək. Yəni, yaşıl qələmdə idim. İstifadə eləyib çəkirsə, bu tətbiq olur da. Bəli, tətbiq. Bəs hansı bilik növü olur? Hansı bilik növü olur? Prosedural olur. Sağ ol, düzgündür. Çox sağ olun müəllimə, minnətdaram. Burada adı X-A yazılıb. Bu X-A yazılan kimdir, bilmirəm. Bayağıdan açıb yaxşı cavablar verdi. Mən bağlayıram, o açırdı. Bilmirəm kimdir. X-A yazılıb. Hədicə müəllimə, salam. Salam. Fənniniz nədir müəllimə? Kimya. Əla. Getdik. Deyirəm ki, müəllim şagirdə alınan reaksiyada başlanğıc maddələri verir. Deyir, nəyin alındığını sən yaz.
Uşağı müəllim idrakda hansı mərhələni yerinə yetirir? Anlama. Müəllimə. Bax, müəllim uşağa reaksiyanın başlanğıcını verir. Deyir, reaksiyanın davamını sən gətir. Yəni uşaq arası müəllim yazır. Davamını tutaq ki, müəllim yazır ki, kalsium plus H2O. Bunu yaz. Deyir, davamını sən baxır uşaq başlığa və nə etməlidir onu? İstifadə etməlidir başda verilən maddələrdən. Tətbiq. Tətbiq eləməyə aiddir. Desəm ki, şagird metalların tutaq ki, aktivlik cədvəlini öz sözündə müəllimə izah eləyir. Onda hansı olur? Öz sözünün dəyərləndirmə. Müəllimə fikir bildirmir. Baxın, qulaq diqqətli olun. Fikir bildirmir ha. Öz sözündən fikir bildirmir. Sadəcə izah eləyir öz sözündən müəllimə. Ki, müəllim məncə bu bunu deyir. Anlamaq. Baxın, fikir bildirmir. Onu bir tənqid eləmir. Sadəcə müəllimə bunu izah eləyir. Baxın, öz sözündən izah eləməkdir. Başa düşürük kimi izah eləməkdir. Yadında qalan kimi izah eləməkdir. Nümunə gətirərək izah eləməkdir müəllimlər. Anlamağa aiddir. Amma desəydim ki, metalların aktivlik sırasına öz fikrini bildirir. Artıq o nə olur? Siz deyən olur artıq. Dəyərləndirmə olur. Və deyirəm ki, indi şagird tutaq ki, benzolun özünə məxsus quruluşunu çəkir ki, məncə bu quruluş daha yaxşıdır. Belə şagird yoxdur, düzdür. İndi hansı mərhələdə olur bu yazan uşaq? Benzolun quruluşundan razılaşır və bunun yeni bir quruluşunu təklif edir. Yeni bir quruluş. Olmayan bir şeydir. Qeyri-standart yanaşma. Olmayan bir şeydir. Dəyərləndirmə. Müəllimə. Bax, benzolun quruluşunu yəqin ki, bilirsiniz. Bu uşaq başqa bir quruluş çəkir, yaradır. Yaratmaq. Olmayan bir şeydir. Qeyri-standart yanaşma, yaratmaq. Deyirəm ki, şagird tarazlığın düsturundan istifadə edərək reaksiyanın məsələni həll elədi. Tətbiq etmə. Müəllimə, əvvəllər tətbiq eləməkdir. Amma indi düstur söhbəti varsa, anlamaq. Deyir, uşaq düsturu anlayıb eləməlidir. Mən desəydim ki, məsəl üçün, müəllim şagirdə 300 ml su verir, nə bilim, tutaq ki, 40 qram da litium verir, deyir, hə, buradakı qatlığı hesabla. Düstur deməmişəm ki. Onda deyərdik ki, hə, bunu anlayıb hesablamalıdır. Amma deyirəm ki, düsturdan istifadə, üzr istəyirəm, əgər düstur verməmişəmsə, olur tətbiq. Düstur vermirəm. Deyirəm ki, 300 litr suyun var, 40 qram kalsium OH var, məsəl üçün natrium OH var. Hə, gəl bunu hesabla qatılığını. Deyirik ki, bu da olur tətbiq. Amma artıq deyirəm ki, düsturdan istifadə elə. Artıq müəllimə olur anlamaq. Yəni bunu biz demirik də. Bunu əslində razılaşmasaq da müəllimə. Bu indi olanın fikridir. Bu keçən il dəyişdi. Çaşdırmaq üçün. Deyirəm ki, müəllim şagirdə deyir ki, təsəvvür elə ki, evdə çaydan qaynadırsan. Çaydan qaynadığın zaman hansı proses gedir? Müəllim uşağa bu sualı verəndə, uşaqdan verdiyi cavabda, uşaqda idrakda hansı mərhələ olduğunu göstərir və burada hansı inteqrasiya var? Bu ilin möhtəşəm qərarlı sualı. Müəllimə, fənlər arası. Fənin üstü yoxdur ki. O fikrində deyir də, evdə eləmir müəllimlər. Baxın, fizika fəndən düşmüş sualdır bu il. Müəllim uşağa desəydi ki, ged evdə bunu qaynat, mən buna aid video çəkmişəm, var YouTube-da. Yəni axırına baxsaq ki, evdə elə desə, elə gəl desə, olurdu fənin üstü ki, davuşu eləyib gəlib. Amma hələ müəllim bunu uşağa dərs zamanı deyir ki, təsəvvür elə ki, uşaq getmir ki, çaydan insan deyir ki, çaydan deyir ki, uşaq bir dənə bunu düşünür də. Çaydan hamının evində də var, məktəblərdə də var. Defal deyək də. Yəni bu fənin üstüyə aid deyil. Baxın müəllimə, çaşdırmayın bunu. İndi ona aid dərsimiz olacaq. Görək onu nə vaxtda saldırıq. Düzdür müəllimə. Aid olur hansına? Fən arası çox, yəni yaxşı izah edirsiniz. Tez-tez də hər gün olsun dərslərimiz, xahiş edirəm. Müəllimə, indi bir həftə bacardığım qədər eləyəcəm. Düzdür, bu gün belə olacaq. Çoxluq deyir WhatsApp üzərindən olsun, sabah bəlkə WhatsApp üzərindən olsun. Xəbər verəcəm. Demək dedik ki, bir də deyirəm. Fənin üstü inteqrasiya, bax, çoxunun qaranlıq qalan nüansıdır. Evdə olunursa, cümlənin axırına fikir verirsiniz. Gedin Azərbaycan dilinin zaman şəkilçilərini əzbərləyin. Əgər elədisə, oldusa, elətdirdisə, şagird bunu eləyib gəlibsə, olur fənin üstü. Amma dərs zamanı, sinifdə 45 dəqiqə ərzində uşağa verilən suallar müəllimlər, təsəvvür edin ki, evdə falan şey falan müəllimlər, bu fənin üstü aid deyil. Uşaq evdə onu eləyib gəldisə fənin üstü olur. Amma müəllim hamının evində onsuz da var da hər bir şey. Yəni burada fənin üstünü qarışdırmağın yeri yoxdur. Düzdür, yenə deyirəm. Ona artıq girmirəm, o öz əsas yerimdir. Ona aid dərs ayıracağıq. Deməli, belə bir sual verirəm. Buyurun. Sual verə bilərəm bir də. Buyurun. Əgər desə ki, gedin evdə eləyin, gələcək zaman üçün qoysa. Bəli. Onda fən üstü. Bəli, desə ki, müəllim uşaqlara deyir ki, evdə eləyin, gəlin. Hə, ondan sonra belə olur fənin üstü. Amma müəllim desə ki, təsəvvür eləyin ki, və yaxud da ki, nə bilim, tutaq ki, hə belə oldu, onda mənim fənin üstü yoxdur. Yenə deyirəm, axırına fikir verirsiniz. Axırında bəzən deyir ki, sinifdə, bəzən deyir ki, şagirdlərdə formalaşdırdığı
Bəzən deyirik ki, şagirdlərdə formalaşan o an, ən, un, in, dı, di, mənlər o şəkillər böyük bir önəm nüans daşıyır. Onları göz ardı etməyin. Bəziləri deyir ki, bu yeni bir şeydir. Yenilik deyil mənlər vallah. Biz onsuz da onu həmişə elə götürürdük. Cümlənin axırına fikir verirsiniz. Bəzən suala baxırsan ki, heç bu sual şagirdə ünvanlanmayıb, bu sualı müəllim verməyib. Sadəcə bu sual adi müəllimə verilən bir sualdır ki, müəllim bu sənin üçündür. Elə sual olur ki, o uşağı demir ki, müəllim şagirdə deyir ki, təsəvvür elə. Onu demirsə, demək bu sual siz müəllimə verilən sualdır. Siz müəllimlər də onsuz da bunu bilməlisiniz. Orada niyə fənn üstü inteqrasiya olsun ki? Müəllimlər sadəcə açar sözdən yox, cümlənin içərisində özümüzü hiss etmək lazımdır. Özünkilərdə artıq bu anılıbdır, çox şükür. Yavaş-yavaş dərk edirlər. İndi görək sizə nə edirik bir həftə ərzində. Demək, kimdəydik? Unutdum xanımın adını. Xədicə müəllimədəydik. Xədicə müəllimə belə bir sual verirəm. Deyirəm ki, şagird. Tutaq ki, nə idi sən ay Allah, qoy görüm. Şagird tutaq ki, donor akseptor rabitəyə malik olan maddələri müəllimə sayır. İdrakda hansı mərhələdir? Xatırlamaq. Bəli. Deyirəm ki, şagird bilir ki, turşular dərsini bilməsə, məhullar dərsini də bilməyəcək. Əlaqəsi yoxdur, bilirəm. İndi gəldi də sual verirəm. Turşular dərsini bilməsə, bunu da bilməyəcək. Uşaq bunu bilir. Bəli. Bilir ki, bax, hansı bilik növüdürsə, onu tapın. Bilik növü olduğunu bilsəz, onu da biləcəksiniz. Konfliktual. Müəllimə, uşaq bilir ki, uşaq dərk edib, uşaq tanıyır, başa düşür, uşaq bilir. Metakognitiv var artıq bu şagirddə. Öz-özünü dərk edir. Metakognitiv biliyi də varsa müəllimə, bu bizdə emosionalda təşkil etməyə aiddir. Aydındır? Xədicə müəllimə çox sağ olun. Minnətdarım, təşəkkür edirəm sizə. Şəfanə müəllimə var. İlk vaxtımız keçib onsuz da. Neyək, 30 olsun. Neyib yox, 1 saat eləyək. Şəfanə müəllimə siz gəlin. Axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Fənninizi deyin görüm. İnformatika. Belə bir sual verirəm. Kimya müəllimi şagirdlərə turşulara aid evdə slayd hazırlamağı tapşırır. Burada idrakda hansı slayd bayaq demişəm ha. İdrakda hansı mərhələdir? Bilik növü olaraq hansı mərhələdir? Hansı inteqrasiyadır? Fənlər arası da inteqrasiya. Aha. Tətbiq etmədir. Tətbiq etmə deyil axı müəllimə. Slayd. Nə olsun ki, mövzunun adını verir. Uşaq bu turşuya aid hansı maddən yığacaq mən bilmirəm. Hansı şəkli qoyacaq mən bilmirəm. Bəlkə video qoyacaq mən bilmirəm. Uşaq özündən bunu bir dənə mövzunun adını vermişəm. Amma slayd uşağın öz beyninin məhsuludur. Şəkil də qoyacaq, musiqi də qoyacaq, video qoyacaq. Söz də yazacaq. Yaratmaqdır slayd. Desəydim ki, post-it, siz yəni tətbiq edir. Amma slayd yaratmağa aiddir. Hansı bilik növünə aiddir bu? Konseptual. Artıq bəs bu da proses getmir burada. Ardıcıl proses gedir axı slayd yığanda. Şəkil də qoyur, musiqi də qoyur, söz də yazır. Bir neçə şeyin yanında gedir. Prosedural hərəkət var. Prosedural bilik, yaratmaq mərhələsi, fənarası və fənüstü inteqrasiya. Şəfanə müəllimə, belə bir sual verirəm. Əgər şagird alqoritmdən istifadə edirsə, bu hansı bilik növünə aiddir? Anlamaq. Müəllimə, alqoritm, texnika, ardıcıllıq, misal məsələ həlli. Prosedural. Düzgündür. Deyirəm ki, tutaq ki, şagird müəllim kompüterdə Excel dərsini izah eləyir, amma şagirdin fikri başqa bir yerdədir. Müəllim bu uşağın fikrini dərsi çatdırmaq, qaytırmaq üçün uşağa sual verir ki, bu cədvəl nə üçündür? Burada hansı emosional mərhələsi var? Sakit. Qəbul etmə də onu cəlb edir. Əla, qəbul etmə. Deyirəm ki, şagird kompüterdə Excel-i öyrəndikdən sonra Excel-də hesablama aparır. İdrakda hansı mərhələdir? Anlama. Öyrəndikdən sonra hesablama aparır. Tətbiq edir. Bəli. Bəs psixomotorda hansı mərhələdir? Öyrəndikdən sonra bir şey eləmək nə idi? Dəqiqləşdirib. Afərin, düzgündür. Siz mənə deyin görüm, deyirəm ki, müəllim kompüter otağına yalnız əlaçı şagirdləri aparırsa, müəllim nəyi pozur? Bərabər imkanlar. Sağ ol, düzgündür. Siz mənə deyin görüm, deyirəm ki, müəllim qoy bir test işləyək. Testə söz vermişdim, özümdən danışdım, test qaldım. Həmişə belə olur. Deməli, gedək baxaq biz sizdən. Deməli, 61. Şagird bilir ki, rəsmə olan marağını dəyərləndirmək üçün rəssamlıq kursuna getməlidir.
şagirdin fəaliyyəti effektiv sahənin hansı mərhələsinə uyğundur? Xarakterize etmə. Müəllimə, şagird bilir ki, baxın, yenə deyirəm, bilir, özünü tanıyır, təşkil etmə. Bəli, desəydik ki, əgər şagirdin bu hər zaman gördüyü işdir, onda onu xarakterizə etmə. Demək, deyirəm ki, belə bir sual verirəm. Əgər şagirddə dinləmə bacarığı zəifdirsə, bu uşaqda emosionalda hansı sahə zəifdir? Elə dinləyə bilmir bu uşaq. Qəbullanmada. Sağ ol, qəbul. Şagird, məsələn, müəllim kompüterdə bir proqram bir tutaq ki, slayd hazırlayıb, şagird müəllimin slaydına öz münasibətini bildirirsə, idrakda hansı mərhələ olur? Cavab vermə. Müəllimə, idrakda. Dəyərləndirir. Bəli, dəyərləndirmə. Sağ ol. Şəfanə müəllimə, təşəkkür edirəm, minnətdaram. Axırıncı bir nəfər çağırıram. Məndə 4 dəqiqəmiz var. Sabahım yoxsun, indi mən qrupa qeyd edəcəm. Qoy görək kim qalsın. Demək 2 nəfər qalıb. Güneldən Jalə müəllimə qalıb. İndi Günay müəllimə də qalıb. Kimi çağıraq? Jalə müəllimə kimdir? Jalə müəllimə, gəlin hansı jaləsiz? Öz jaləndirsə qalacaq. O bir jalədirsə gələcək. Jalə müəllimə. Salam müəllimə. Salam. Necəsiz? Sağ olun müəllimə. Hansı jalədir? Müəllim qrupunda olan jalədirmi? Bəli, bəli. Jalə müəllimə, siz sabah dərsdə müəllimə, sabah saat 4-də. Yenə deyirəm, 2 gündür ki biz... Amma maraqlıdır belə sual-cavab dərsdə. İndi burada yenə deyirəm, onsuz müəllimə özümkilərə bunu deyirəm də. Onsuz mən sizin dərsdə 3 saat olub dərs keçirəm. Gündəlik sual-cavab eləyirik. 2 saat, 3 saat limitimiz yoxdur. Getdik. Günel müəlliməsiz. Mən qayda baxın, göndərmişəm. Dünənkində, bugünkündə. Ancaq taksonomiyalar üzərində işləmişik. Belə onu öyrənməyənimiz qalmayıb. Sıfırdan başlayanımız belə bülbül kimi cəhcəh vurur. Günel müəllimə, gəlin görək siz hansı Günelsiz? Salam müəllimə, necəsiz? Salam müəllimə, çox sağ olun. Mən də sizin qrupdan deyiləm. Hə, tamam. Yəni niyə deyirəm? Məqsədim pis deyil. Sadəcə onsuz özümkiləri bundan istifadə edir də başqa bir kənara çıxmaq istəyirəm. Getdik. Fənninizi deyin, başlayaq. Təsvir incəsənət. Aha, əla. Demək, bugün coğrafiya, təsvir incəsənət, musiqi fənni, bir də informatika fənnimiz. 4 fənnimiz olub. Getdik. Belə bir sual verirəm, ya da yox, qoy sual verməyim də. Gəl biz sizdən test işləyək. 65-ci sualı işləyək. 65. Şagird qərar qəbul edərkən daima obyektiv reallığa əsaslanır. Subyektiv fikirlərini şiara qoymağı bacarır. Şagird obyektiv sahənin hansı mərhələsi əsaslanır? Daima xarakterizə etmədir. Sağ ol, bəli, düzgündür, xarakterizə etmədir. Deyirəm ki, şagird məktəbdə özünə qapanıq biri kimi tanınır. İndi hansı mərhələdədir? Qəbul olunma. Müəllimə, niyə tələyə düşürsünüz ki? Tanınır. Bir uşaq bundan tanınırsa, demək o onun nəyidir? Bunu həmişə eləyirmiş də. Həmişə bu uşaq, bəli, özünə qapanıq gəzirmiş də. Ünsiyyət qurmurmuş, tanışmırmış. Demək bu həmişə bunu eləyirmiş ki, bu cür tanınır. Məsəl üçün mən tutaq ki, həmişə bu söz deyirəm. Tutaq ki, deyirlər ki, hə, fərdi sual-cavab deyəndə bir naytə ki, mənim yada düşür. Yəni mən bunu bir dəfə eləsəm, 2 dəfə eləsəm, yada düşmərəm. Demək mən 4 ildir ki, həmişə bunu eləyirəm deyə mən yadda qalmışam, düzdürmü? Yəni bu da bir dəfədən bundan tanınmaz ki, tanınmaq, seçilmək müəllimlər yenə öz dekalım gedir. Demək nəyə aiddir? Xarakterizə etməyə aiddir. Deyirəm ki, indi gəlin baxaq biz sizdən 70-ci suala. 70. Bəli. Şagirdlərdən biri ekskursiya zamanı komanda yoldaşlarının bulağına getmək istədiyini görüb, çoxluğun istəyinə qarşı gəlmir və onlara qoşulur. Bu şagirddə çoxluğun istəyinə qoşulursa qəbul olunmadır. Müəllimə, elə bilin ki, siz başqa yerə getmək istəyirsiniz. Amma dostlarınız deyir ki, podruqalarınız deyir ki, başqa yerə gedək. Siz də onların xəttinə dəymirsiniz. Demək, siz onlara nə edirsiniz? Yəni onlara biz sizcə sevdiyimiz insanlara bunu eləyirik də. Yəni biz onlara dəyər veririk ki, onların sözünü yerə salmırıq. Cavab vermə. Dəyərləndirmə müəllimə. Yenə deyirəm, biz dəyər verməsək, onların yerinə öz yerimiz, öz fikrimizi dəyişərik, öz arzumuzu dəyişərik. Biz əslində başqa yerə getmək istəyirik, amma onlara dəyər veririk deyə, onların fikrində deyirik yaxşı, siz deyən olsun, dəyər veririk deyə bunu edirik. Demək, dəyər verirsənsə, bu da dəyərləndirmə. Bəli, müəllimə, bəli. Dəyərləndirmə müəllimə kömək eləməkdir, yardım eləməkdir, çoxluğun onların başqasına kömək eləməkdir, başqasını düşünməyə aiddir dəyərləndirmək. Hər zaman olursa artıq dəyərləndirməyə keçdi. Bax, hər zaman desən bunu eləyir, artıq bu da xarakterizə etmək də var, dəyərləndirmək də var. Cavab kimindən götürürük? Ən böyüyünü, xarakterizə etməni. Amma hər zaman sözü yoxdur.
yoxdursa, artıq olur müəllimə dəyərləndirmə. Deyirəm ki, şagird məsəl üçün tutaq ki, slayd hazırlamaq psixomotorda hansı mərhələyə aiddir? Yaratmaq. Ay, sağ ol. O da psixomotorda hansıdır? Psixomotorda proseduraldır. İncəsənətdir, incəsənət. Psixomotor deyirəm, bilik növü yox. Art. Artikulyasiya. Artikulyasiya. Siz mənə deyin görüm Günel müəllimə. Deyirəm ki, məsəl üçün şagird tutaq ki, Da Vinci əsərinin kimin olduğunu müəllimə deyir ki, hə, müəllim falan rəssamındır. Burada hansı idrak mərhələsi var, hansı bilik növü var? Anlamaqdır burada. Əzbər deyir müəllimə. Əzbər deyir. Beşbaş işlətmir də. Sadəcə deyir filan kəsindir bu. Bir dənə ad əzbərləmək. Anlamayıb ki bunu. Adı hamı bilir. Valla bizim uşaqda sən kimin deyir. Bəli, xatırlamaqdır, bəli, xatırlamaqdır. Desəm ki, bu əsərin mənasını müəllimə izah eləyir. Onda hansı olur? Mənasını da izah edirsə anlamaq olur. Onda da anlamaq. Desəm ki, bu əsərdə öz münasibətini bildirirsə hansı olur? Dəyərləndirmə. Desəm ki, bu əsərdə rəssamın nə demək istədiyi müəllimə deyir ki, müəllim buna bunu demək istəyir. Təhlil edir. Afərin, əla. Deyirəm ki, şagird bilir ki, bayaq verdiyim sual. Deyirəm şagird bilir ki, rəssam olmaq üçün mütləq kursa getməlidir. Hansı bir növ var burada? Metakognitiv. Bəli, metakognitiv. Deyirəm ki, şagird məsələn tutaq ki, Picasso'nun əsərlərini birinci hansı əsəri yazdığından axırıncıya doğru ardıcıllıqla sayır. Hansı bir növüdür? Burada proseduraldır. Hansı idrak mərhələsidir? İdrakin əzbər deyir, bir adlar sayıb, necə müəllim, bu əsərləri var. Əzbər ad sayır sadəcə. Xatırlamaq. Ay, sağ ol. Əla. Günel müəllimə, sonlandırıram sizdən də müəllimlər. Dərsi sonlandırıram. 45 dəqiqə deyib 1 saat dərs keçdim. Sağ olun müəllimlər. Hələlik. Sabahki mövzumuzu sorğu qoyacağam. Görək sabah nə eləyək. Amma sabahlar zom olmayacaq. Sabahlar WhatsApp üzərindən olacaq. Yaxşımı? Sağ olun müəllimlər. Kiməsə fayda verdimsə nə xoş mənə. Sağ olun. Hələ ki bir həftə bir yerdəyik. Qrupu istəyək, yəni məncə tərk eləməsin. Çox şey öyrənəcəyik. Sağ olun.